Qaradağ rayonu Sahil qəsəbəsi 9 nömrəli xüsusi internet məktəbində Azərbaycan Respublikasının prezidenti yanında QYT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə sahibsiz uşaqlara kömək ictimai birliyinin etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət adlı layihəsi çərçivəsində internat məzunları üçün nəzərdə tutulan aşpazlıq kurslarının bağlanış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan sahibsiz uşaqlara kömək ictimai birliyinin sədri Məlahət Abbasova layihənin əhəmiyyətindən danışıb. 3 aylıq kursların əsas məqsədi yeniyetmə və gənclərin peşə vərdişlərinin yələnməsi, gələcəkdə bu sahə ilə uğurlu karyera qurulmasında onlara yardım etməkdir. Layihənin koordinatoru Vüqar Hacıyev bildirib ki, 30 nəfər üçün nəzərdə tutulan layihəyə 50 nəfər gənc müraciət etməsinə baxmayaraq, kursun sonunda onların bildikləri test imtahanı vasitəsilə yoxlanılıb. 38 gənc imtahandan uğurla keçib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Elgin Səfərov layihənin aktual olduğunu qeyd edib. Daha sonra təlimçi kulinar aşpaz Məleykə Salahova peşəyönümlü təhsilin inkişafına yardım ictimai birliyinin sədri İradə Əlili, əsgər ailələrinə dəstək ictimai birliyinin sədri Mətanət Əsgər qızı çıxış ediblər. Bildirilib ki, layihənin davamlı olaraq kursu uğurla bitirənlərə iş tapmasına yaxından köməklik göstərməyə çalışılması təqdirə layiq haldır. Sonda layihə iştirakçılarına sertifikat və təşəkkürnamələr təqdim edilib. Həmçinin layihəyə informasiya dəstəyi göstərən kim nümayəndələr də təltif ediliblər. Qeyd edək ki, iştirakçılar aşpazlıq kursları müddətində kulinar təlimçi Məleykə Salahovanın rəhbərliyi ilə Azərbaycan və Avropa mətbəxindən müxtəlif yemək və şirniyyatlar hazırlamağı öyrəniblər. Etibarlı gələcəyin qurulması üçün bircə fəaliyyət adlı layihə çərçivəsində biz istədiyi internet məktəbinin məzunları, eyni zamanda hal-hazırda oxuyan uşaqlar və bu internet məktəbini bitirən uşaqlara, yəni müxtəlif yaş qruplarıdır, bunu vurğulamaq istəyirəm. Onlara aşpazlıq kursları keçirdək. Düşünürəm ki, kifayət qədər, yəni layihə çərçivəsində kifayət qədər mənimsədi uşaqlar. Layihə 30 nəfər çərçivəsində idi, amma ilk gündən bizə müraciət edən 40-dan çox uşaq oldu. Azərbaycan Respublikası Prezidenti yanında QYT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi həyata keçirilən və sahibsiz uşaqlara kömək ictimai birliyi tərəfindən təşkil olunan etibarlı gələcəyin qurulmasının birgə fəaliyyət layihəsi çərçivəsində 30 nəfər internet məktəbinin məzunlarına aşpazlıq kursları təşkil edilmişdir. Layihə aprel ayının 15-dən iyun ayının 15-nə qədər davam etmişdir. Aşpazlıq kursları ilə bağlı nəzəri biliklər verilmişdir. Həmçinin onlara praktiki bilgilər də öyrədilmişdir və əyani göstərilmişdir. Və bunlarla bərabər onlara hüquqi, pulsuz hüquqi yardım, həmçinin insan alveri ilə bağlı təlimlər keçirilmişdir. Bundan da əlavə onlara psixoloji xidmətlər də göstərilmişdir. Bu layihənin əsas məqsədi cəmiyyətimizin həssas qrupları olan internet məktəbinin məzunlarına qayğının, diqqətin bir növ göstəricisi olaraq biz bu layihəni həyata keçirmişdir.